Değerli yoldaşlar, keçirik Atabəylər mövzusunun ikinci hissəsinə. Qızıl Arslan 1186-1191-ci illərdə hakimiyyətdə olmuş, Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə gəlmiş, onun qardaşıdır. Hakimiyyətə gələn kimi mübarizə apardı. Kimlərlə mübarizə apardı? Feodallarla və saray əyanlarına qarşı mübarizə apardı. Onları tabe etdikdən sonra 1190-cı ildə Həmədan döyüşündə 3-cü Toğrulu məğlub elədi. Deməli, 3-cü Toğrul İraq Səlcuqlu sultanıdır. Ondan əldə etdiyi mülkləri iqta olaraq tərəfdarlarına payladı. Demək, iqta olaraq tərəfdarlarına torpaqların paylanması Atabəylər dövlətində Məhəmməd Cahan Pəhləvanla Qızıl Arslan arasında oxşarlıq kimi götürülə bilər. 1191-ci ildə özünü sultan elan elədi. Əlbəttə ki, bu xəlifənin razılığı ilə baş verdi. Daha sonra Şirvana yürüş etdi Qızıl Arslan. Şamaxını tutdu. 1-ci Axsitan müəyyən qədər tabeçilikdən çıxmışdı. Onu yenidən Atabəylər dövlətinə tabe etdi. Deməli, Dərbənddən İsfahana qədər olan torpaqlar Atabəylər dövlətinin hökmündə idi. Kimin dövründə? Deməli, Qızıl Arslanın dövründə. Siyasi vəziyyəti möhkəmləndirdi. Elə ki, siyasi vəziyyət möhkəmləndi, bu iqtisadiyyatın və mədəniyyətin inkişafına təkan verdi, mədəni inkişafa təkan verdi. 1191-ci ildə sui-qəsd nəticəsində Qızıl Arslan öldürüləcək. Kimlər tərəfindən? İri Səlcuq əmirləri tərəfindən sui-qəsd nəticəsində öldürülür. Sonra hakimiyyətə gəlir Əbu Bəkir. Əbu Bəkir kimdir? Məhəmməd Cahan Pəhləvanın oğludur. 1191-1210-cu illərdə hakimiyyətdə olub. Qeyd edək ki, Qızıl Arslan Əbu Bəkirin Atabəyi idi. Feodal çəkişmələri bunun dövründə xüsusi yer alır. Eyni zamanda dövlətin tənəzzülü də Əbu Bəkirin dövründə başlayır. 1194-cü ildə Xarəzmşah Təkəş Atabəylər dövlətinə hücum etdi. Deməli, Xarəzmşahların ilk yürüşü 1194-cü ildir. Diqqətli olun. Cəlaləddin deyil. Bundan sonra keçəcəyimiz mövzularda müqayisə xarakterli deyirəm. 1194-cü ildə Xarəzmşahların ilk yürüşü Azərbaycana baş verib. Xarəzmşah Təkəş Xorasanı, Reyi, Həmədanı tutdu. Xorasan, Rey, Həmədan. Amma 1197-ci ildə Əbu Bəkir öz ordusunu toplayıb Həmədan uğrunda döyüşə başladı. Bu Həmədan döyüşlərində Xarəzmşahları məğlub elədi, Həmədanı geri aldı. Deməli, Əbu Bəkir Xarəzmşahları məğlub edib Həmədanı geri aldıqdan sonra, diqqətli olun, qardaşı Özbəyi bu ərazilərə hakim təyin etdi. Həmədan orada dəqiqdir, ola bilər ətraf ərazilər də olub ki, kitabda bu qaydada yazılıb. Deməli, Əbu Bəkirin dönəmində Gürcü basqınları çoxdur. Gürcülər dağıdıcı basqınlar ediblər. Eyni zamanda Əbu Bəkirin dönəmində onun qardaşları Əbu Bəkirə tabe olmur, hakimiyyət mübarizəsi aparırlar. 1210-cu ildə Gürcülər ermənilərlə birlikdə basqın edir. Çox dağıdıcı, dəhşətli basqınlardır bu. Hətta mənbədə belə bir məlumat var ki, bu basqınlar əvvəlkilərindən çox-çox fərqlənirdi. Öz dağıdıcı olması ilə, ziyanverici olması ilə. Dəyərli yoldaşlar, davam edirik. Əbu Bəkirdən sonra hakimiyyətə qardaşı Özbək gələcək. Özbək, bu da Məhəmməd Cahan Pəhləvanın oğludur. 1210-1225-ci illərdə hakimiyyətdə olub, sonuncu Atabəy dövlətinin hökmdarıdır. Deməli, tənəzzül sürətləndi. Gürcülərin basqınları, Monqolların basqınları baş verdi Özbəyin dövründə. Özbəy kitabda belə yazılıb, bir oyuncaq hökmdar idi. Ona heç kim qulaq asmırdı, dinləmirdi. Deməli, iri feodallar öz iradələri ilə qərarlar verirdilər. Feodal ara müharibələri şiddətli hal aldı. Belə bir vəziyyətdə, belə bir dağınıq vəziyyətdə, mərkəzi hakimiyyətin güclü olmadığı bir vəziyyətdə 1225-ci ildə Xarəzmşah Cəlaləddin Azərbaycan ərazisinə hücum etdi, Təbrizi tutdu və Atabəylər dövləti süqut etdi. Dəyərli yoldaşlar, mövzularımıza davam edirik, izləmədə qalın. Bir də onu rica edim ki, paylaşımlara biraz diqqət yetirin. Çünki, məsələn, mənim YouTube kanalımda
Təqribən 220-230 nəfər abunəçi var. Əgər onlar bu videoları mən paylaşan kimi mütləq görürlər, rica edirəm ki, hər kəs bir nəfər, kənarda bir nəfər abituriyenti məlumatlandırsa, o da bu videolardan bəhrələnər. Özünüzdən müğayət olun, dərslərinizdən yaxşı məşğul olun.